Kəşfiyyətimi alt-üst edən mələyin qanadları şirniyyatını mən də hazırladım. Qabın içərisinə un və kərə yağı əlavə edib uma çalına gətirdim. Üzərinə yumurta sarısı, keyfiyyətinə əmin olduğum Dr. Mek'in 15%li xamasından və soda əlavə edib biraz qaşıqla qarışdırdım. Daha sonra xəmiri əlimlə toparladım. Bu xəmiri çox da yoğurmağa ehtiyac yoxdur. Sadəcə biraz toparlayıb soyuducuda gözlətmək lazımdır. Xəmirimiz soyuducuda biraz gözləyənə qədər mən bezesini hazırladım. Beze üçün yumurtanın ağı və şəkər pudrasından istifadə etdim. Xəmiri soyuducudan çıxartdım, kündələrə böldüm və hər kündəni videoda gördüyünüz şəkildə açıb içərisinə bezeni və biraz da qoz ləpəsi əlavə edib bu formada bağladım və forma verdim. Artıq şirniyyatımız hazırdır. Göndərirəm sobaya bişməyə. Sadəcə altı və üstü biraz qızarana qədər sobada saxladım. Ən sonda da üzərinə şəkər pudrası əlavə edib servis etdim. Həqiqətən də deyildiyi qədər varmış, hazırlamağa dəyər.